Zərrə tama qovuşmaq üçün onu dərk etməlidir. Zərrə tama qovuşmaq üçün onu dərk etməlidir. Zərrə tama qovuşmaq üçün onu dərk etməlidir. Mən Qobustandan gəlirəm. Qobustan Azərbaycanın cənub-şərqində yerləşən qədim yaşayış məntəqəsidir. Bu mənada qayaüstü rəsmləri kəşf etmiş tədqiqatçıların fikirləri ilə razılaşıb, mən də təzə nəsə açmaq fikrindəyəm. Mən tədqiqatıma çoxdan başlamışam. Amma tarix sirlərini çox gec açır. Hər şey müqayisədə aydınlaşır. Mən təkcə onu bilirəm ki, Azərbaycan sirlər diyarıdır. Amma dünya kontekstində, elmlərin və alimlərin birliyi zəminində dünya keçmişinin sirrini açmalıdır. Qobustan Qız qalası ilə əlaqəlidir. Həm rəsmlər, həm də say sistemi yaradanın keçmişdəkilər tərəfindən dərkidir. Yaradılmış nə varsa, hamısı hərəkətdədir. Bəs tarixi abidələr öz sükutundan mənə nəsə deyə bilərmi? Qız qalası sirdir. Dünyanın mahiyyəti yoludur. Elə-belə istehkam qala deyil. Onun tikilişi özündən ən əvvəl dünyanın dərkini və onun əlamətlərlə açılışını göstərir. Bu qala əslində elmi traktatdır, fəlsəfi əsərdir. Onun hər bir daşı sözdür, fikirdir. Qədim dövrün müdrikləri çox uzaqlara baxırdı. Xalqların dünyaya gəlib getdiyini, imperiyaların, sivilizasiyaların yaranıb dağıldığını onlar bilirdi və görürdü. Elmin, incəsənətin qızıl əsrinin getdikcə zülmətə qərq olduğunu anlayan müdriklər dağ sıldırımlarında, mağaralarda biliklərini həkk edərək, hər biri həndəsi möcüzəyə bərabər təsvirlərin azman ölçüləri altında fikirlərini gizlədərdi. Onlar kimya, riyaziyyatla bağlı biliklərini cahillərin əsrlər boyu qoruyacağı miflərdə, zamanın aşındıra bilmədiyi məbədlərin tağlarında, keçidlərində qoruyub. Bu daşlar torpaq altında milyon şərlə yanıb. Keçənlərdən,
bu dünyadan köçənlərdən heç nə bilmir. Bilmək insana xasdır. Bu kontekstdə insanlar daşlardan daha yaşardı. Daşların isə yaddaşı daimidir. Yer kürrəsinin ortasında, dünyanın mərkəzində həm böyük, həm də kiçik dağ var. O həm yumuşaq, həm də çox sərtdir. O həm uzaq, həm də çox yaxındır. Tanrının iradəsi ilə gözə görünməzdir. Dünyanın qorumağı qüdrəti çatmayan böyük xəzinə həmin dağda gizlədilib. 1651-ci ildə Londonda belə bir məktub çap olunmuşdu. Azərbaycanda Qobustan adlı məkan var. Buradakı minlərlə qayaüstü rəsmlər keçmişimizdən göndərilən məktublardır. Qobustan, Böyük Qafqaz dağları silsiləsinin cənub-şərq qurtaracağını əhatə edir. On 12 min ildən artıq yaşı olan Qobustan bir tarixi qalereyadır. Təqribən 750 daş üzərindəki 3500-dən artıq rəsmdə bütün dövrlər təmsil olunub. Uzaq keçmişdə bu anlaşılmaz təbii hadisələr həmin ərazidə bir sıra ziyarətgah və pirlər əmələ gəlməsinə səbəb olmuşdu.
Qobustan rəsminin qədim Misir mədəniyyətindən gələn Hermesin zümrüd lövhəsi ilə əlaqəsi var. Həmin zümrüd lövhə keçmiş zaman müəlliflərindən birinin dediyinə görə qədim Misir fironlarının məbəd qapısından asılıb. Bu zümrüd lövhədə yazılıb: yalan deyil. Həqiqətdə alilər aşağılarla, aşağılar alilərlə razılaşır. Bu doğrudan da heyrətamiz işdir. Hər şey mövcudluğuna görə tək və yaradıcı varlığın iradəsinə, yaranışına görə isə Tanrının qoyduğu qayda ilə gizli olan yeganə mahiyyətə borcludur. Bu rəmzlərin rəmzi valideynləri də var. Yəni bu vahid mahiyyətin atası günəş, anası aydır. Külək onu bətnində gəzdirir, mənəvi torpaq qidalandırır. Vahid mahiyyət dünyada nə varsa onun atasıdır. Bu mahiyyət doğma torpaqla birləşdikdən sonra onun hökmü kamillik tapır. Bu torpaq asta yanan odun təsiri ilə qaba vəziyyətdən ehtiyatla ayrıldı. Yer üzündə yeni doğulan hər şey qızğın sürətlə torpaqdan göylərə yüksəlir. Sonra yerə enir. Yenidən bir daha göylərə yüksəlir. Ali, həm də aşağı olanın gücü burada artır. Dünya belə yaranıb. Ancaq bu yolu getməyə açar olan biliklər gizlidir. Qobustan rəsminin tam açılışını bilmək üçün həndəsi isbat aparaq. Yer üzündə günəşdən başqa nur, təbii işıq verən ikinci amil nədir? Oddur, atəşdir. Atəş solda 1, sağda 2-dir. Bu zamanı bildirməklə həm də günəşin doğduğu yerə görə ilin üstünə il gəlməyinin nişanəsidir. Günəşin bir hissəsinin üfüqdən aşağıda görünməsinə səbəb su üzərində yaranan qobudur. Hər il martın 21-i Qobustandan baxdıqda günəş Xəzərin arxasından doğur. Hermesin zümrüd lövhəsində deyildiyi kimi, qobunu yaradan külək günəşi sanki bətnində saxlayır. Yerdəki canlılardan yalnız insanın hamiləliyi təsvirdəki düzmə çox yaxındır. Hamiləlik obrazı olan rəsm həyatın sıfır məqamından doğulmasını bildirir. Başqa qədim mədəniyyətlərə məxsus misteriyaların biri digərindən fərqlənsə də, onların hər biri Qobustan rəsmi ilə uzlaşır. İnsanın iç dünyasını, varlığını açıqlayan bu Qobustan rəsmində ilkin say sistemi göstərilib. Sağdakı insanın başı üstə 10 xətt var. Bu xəttlərin soldan 5-i 5 ədəd tək rəqəmi,
1-i, 3-ü, 5-i, 7-ni, 9-u bildirir. Sağdan 4-ü 4 ədəd cüt rəqəmi, 2-ni, 4-ü, 6-nı, 8-i göstərir. Cüt rəqəmləri əvəz edən xətlər 6-cı hissədən sonra fırlanaraq cütlük əlamətini, əksliyi yaradır. Ortadakı 2 hissəli sınıq xətt nə tək, nə də cüt olmayan 0 rəqəmini ifadə edir. Misirdə miladdan 2000 il öncə işlənən onlu say sistemindəki 1, 3, 9, 10 rəqəmlərinə diqqət yetirək. Şumerlərin eramızdan əvvəl 2-ci minilliyində onluq, altılıq say sistemindəki 1, 3, 10, 30, 60, 600 rəqəmlərinin müqayisəsinə baxaq. Həm ona, həm də 6-ya növbə ilə vurularaq dövrələrə bölünən Şumer say sisteminin quruluş qaydasını Qobustan rəsmi tamamilə açır. Çünki rəsmdə olan 10 xəttdən sağdakılar 6-cı hissədən sonra əks tərəfə fırlanaraq yenidən davam edir. Həm 6, həm də 10 Şumer say sistemini yaradan rəqəmlərdir. Qobustan say sisteminin izləri bir neçə min il sonra yaranan mədəniyyətlərdə qalmaqdadır. Lakin Qobustan abidəsi hələ tam açılmadığından dünyanın ən qədim say sisteminin Şumer və Misir mədəniyyətinə məxsus olduğu qəbul edilib. Qobustan rəsmləri qayalar üzərində çəkilib. Qobustan mədəniyyətinin kökündə dayanan 2 qayaüstü rəsmin həcm forması Qız qalasıdır. Texniki tərəqqi Qız qalasının görüntüsünü dəyişməyə, əsas mahiyyətini itirməyə qoymur. Qız qalasının hər bir detalı uzun əsrlərin sirridir. Qız qalasının 9 pəncərəsi, bir qapısı var. Bunların cəmi 10 olmaqla 10 rəqəmli say sisteminin ilkin əlamətini bildirir. 9 pəncərədən 5-inin düzülüşü qalan 4 pəncərənin düzülüşündən fərqlidir. 5 pəncərə 5 ədəd tək rəqəmi, 4 pəncərə 4 ədəd cüt rəqəmi göstərir. Bir qapı isə girişin, başlanğıcın, sıfırın ifadəçisidir. Bunları təyin edən günəşdir. Qız qalasının üstdən görünüşü həm 6, həm də 9 rəqəminə bənzəyir. Qalanın qarşıya çıxan hissəsinin bir yanı günəşin Xəzərdən doğduğu yeri göstərir. Günəş qalxdıqca üstdəki pəncərəyə gün düşməyə başlayır. Üst pəncərə bir rəqəmini ifadə edir. Qalan pəncərələri ön hissənin kölgəsi örtür. Günəş qalxır. Kölgə yerini dəyişdikcə tək rəqəmlər olan 3-ü, 5-i, 7-ni, 9-u bildirən pəncərələrə işıq düşür. Səmadan gəldiyi üçün bu pəncərələrdəki rəqəmlərin mahiyyəti gözün təyinatına görə işıqdır, rəngi ağdır. 9-un da gözə görə ağ təbiətli olduğu belə aydınlaşır. 4 pəncərədən yerə yaxını sağa sürüşdürülüb. Belə düzüm cüt rəqəmləri bildirən pəncərələrin aşağıdan yuxarı 2, 4, 6, 8 qaydasında sayıldığını göstərir. Yerdən sayılması zülməti bildirir. 6 rəqəminin də qara təbiətli olduğu belə aydınlaşır. 9 ilə 6-nın duruş vəziyyətini bu rəqəmlərin əks istiqamətdə sayılma xətləri göstərir. Yer kürəsi öz oxu ətrafında 24 saata bir dövr edir. Dairəvi divarın üstü ilə hərəkət edən kölgə yer kürəsinin hərəkət istiqamətini göstərir. Nəticədə 24 dairəni 6 ilə 9 dairənin əks dayanan 2 tərəfini müəyyənləşdirir. Dünyanın ağlı-qaralı mahiyyətini bildirir. Həyatın hərəkətdə olan kainatın ən sadə ifadəsi yaranır. Pifaqorçular 6-ya dünyanın yaranışını bildirən rəqəm kimi baxıb. 6 dünyanı birləşdirən ruhun yaradıcısı,
formalar forması adlanır. Evlənmənin simvolu kimi 6 rəqəmi göstərilir. Zaman sözü 6 rəqəminə aid açarlardan biri sayılır. 9 isə tərsinə çevrilən 6 olduğundan Pifaqorçular bu rəqəmi şərin simvolu kimi qəbul edib. 9 həyatın doğuluşu ilə tən tutulur. Həm okean, həm də üfüq sözü 9 rəqəminin açarı sayılır. Qız Qalası Xəzər dənizi ilə say sistemini göstərən təsvir gəmi ilə bağlıdır. Bu qalada gəmi ifadəsinə baxaq. Gəmi rəsmində olan 22 böyük, 9 kiçik xəttin cəmi Qız Qalasının dairə